Çinar xanım, əgər diplomatik dildə desək, bu balanslı Avropa İttifaqı nöqteyi nəzərindən, amma reallıqda isə deməli Avropa İttifaqının parlamenti, yəni Avropa parlamentinin qəbul etdiyi o qətnamə real xarici siyasətə, təhlükəsizlik məsələlərinə məsul olan məmurlar üçün də deməli əhəmiyyətsiz bir kağız parçasıdır. Bu onun göstəricisi idi. Belə ki, Avropa İttifaqının xarici siyasət kursunu Avropa Komissiyası, Avropa İttifaqının şurası müəyyən eləyir və onun da icrasına birbaşa məsuliyyəti Kaja Kallasın rəhbərlik elədiyi, hansı ki, o həm də von der Leyenin müavinidir, təhlükəsizlik və xarici siyasət məsələlərini kurasə eləyir və siz çox maraqlı və məntiqi bir əlaqələndirmə elədiniz. Yəni, İrəvandakı sammitdən dərhal sonra Kaja Kallasın Bakıya səfər eləməsi, bilirsiniz, əslində başqa cür də ola bilərdi. Əgər onlar doğrudan da parlamentin qəbul etdiyi sənədə dəyər verirdilərsə və yaxud da ki, əhəmiyyətli idisə, real idisə, obyektiv idisə, Azərbaycanın da belə kəskin mövqeyindən sonra bu səfər baş tutmaya bilər. Amma biz tam əksini gördük. Biz nəyə gördük? Gördük ki, Avropa İttifaqı komissiya səviyyəsində, yəni komissar və vitse-prezidenti səviyyəsində real siyasi vəziyyəti qiymətləndirir, praqmatik xarici siyasət kursu yeridir və real maraqlar üzərindən münasibətlərin qurulmasına maraqlıdır. Bunun əsasında duran bir neçə faktoru mən xüsusilə vurğulamaq istəyirəm. Birincisi, Azərbaycanın torpaqlarımızın işğalına son qoymaqla regionda yaratdığı yeni siyasi reallıqdır. Burada yeni status quo üzərindən formalaşan əməkdaşlıqdır və Azərbaycan prezidentinin sülh gündəliyi bu əməkdaşlıqla bağlı həm iki tərəfli, həm çox şaxəli əməkdaşlıq məsələlərinin özündə etv edir və Avropa İttifaqı bu əməkdaşlıqda yer almaq istəyir. Çünki bu onların maraqlarına irəli gələn məsələlərdir. Burada enerji məsələləri var, bağlantılar məsələsi var, burada siyasi dialoq, təhlükəsizlik məsələləri var, indi yeni sahələr, süni intellekt və s. də bunu əlavə olunur. Yəni, bu bugün Avropa İttifaqının bir qurum olaraq marağından irəli gələn və ayrı-ayrı üz dövlətlərinin marağından irəli gələn bir məsələdir və Azərbaycanın şanlı zəfəri ilə biz regionun yeni geosiyasi xəritəsini tərtib eləmişik. Bu proses davam edir və bunun da əsasına beynəlxalq uyğun prinsipləri dayanır, əməkdaşlıq məsələləri dayanır. Necə ki, illər əvvəl Azərbaycan regionun enerji xəritəsini tərtib edirdi, bizim infrastruktur layihələri məsələn. İndi isə həmin o prosesi biz daha geniş bir coğrafi məkan üçün Azərbaycan prezidentinin sülh diplomatiyası, sülh təşəbbüsləri əsasında edilir. Bu mənada Kaja Kallasın səfəri Azərbaycan prezidentinin sülh gündəliyinə verilən dəyərdir. Bu sülh gündəliyində təklif olunan əməkdaşlıqda Avropa İttifaqında yer alması, real layihələrinə yer almasının göstəricisidir və qeyd edeyim ki, deməli, ötən ilin 2024-ün noyabr-dekabrında von der Leyenin ikinci kabineti formalaşandan sonra biz Azərbaycana artan marağı gördük. Elə Kaja Kallas özü son bir ildə Azərbaycana ikinci dəfə səfər edir. Siz nəzərə alın ki, Avropa İttifaqı dünyanın 193 dövləti ilə bu münasibətlərə malikdir və s. Amma belə bir məqamda bir ilin ərzində Ali komissarın 2 dəfə Bakıya səfər etməsi və yaxud da ki, Koşta və von der Leyenin Tiranada, Avropa Siyasi Birliyinin Albaniyadakı zirvə görüşü, Danimarkada, Kopenhagendə cənab prezidentlə görüşləri və Koştanın mart ayında Bakıya səfəri və burada imzalanan birgə bəyanat. Orada bir neçə məqamı mən vurğulamaq istədim, hansı ki, Kallas da bunları əsas götürərək deməli, regiona yox, konkret Azərbaycana səfər eləyir. Rüzvan bəy, çox maraqlıdır ki, Antonio Koştanın da salamlarını çatdırıb. Düzdür, bu adi bir salam kimi görünə bilər, amma görünür ki, Koşta Azərbaycan səfərindən məmnun ayrılıb. Çünki Avropa Siyasi Birliyinin samitində də Azərbaycanın adını çəkdi. Yəni, Azərbaycanla Ermənistanın birgə səyləri nəticəsində bu sülhə gəlmə mümkün olub dedi. Yəni, bu yumşalma Avropa İttifaqındakı yanaşma sanki biraz dəyişib Azərbaycana qarşı. Hətta biraz yox, xeyli dəyişib deyə. Bəli, hətta Kaja Kallasın ötənki səfərindən sonra dönüş kimi də mətbuatda bir qiymətləndirmələr oldu. Amma dönüş üçün elə kifayət qədər Avropa İttifaqı addımlar atmalıdır. Bu məsələdən maraqlıdır. Yəni, diplomatiyada təsadüf heç nə yoxdur. Yəni, diplomatiyada salam yoxdur. Əgər bu salam çatdırılırsa, xüsusilə bu Avropa parlamentindən gərgin münasibətlərdən sonra, bu, deməli, Azərbaycanın yürətdiyi praqmatik siyasətin, o real siyasətin Brüssel tərəfindən dəyərləndirilməsidir və Koşta buradan doğrudan da məmnun ayrıldı. Bir sonradan nəticələrdən birini gördü ki, Azərbaycan prezidentinin video format şəklində qoşulması razılaşdırılıb və prezident
qoşulmaqla Avropa Siyasi Birliyi bir platformadır, bu təşkilat deyil. Amma o siyasi platformada da bizim öz gündəliyimiz var və bizim regiona, Azərbaycana yönəlik o gündəliyin formalaşmasında həlledici faktor Azərbaycanın oynadığı sabitləşdirici roldur. Ona görə də cənab prezident qoşulmaqla deməli, çox mühüm bir diplomatik, necə deyərlər, o təşəbbüsü həyata keçirdi. Həm mövqeyimizi çatdırdı. Avropa Parlamentinə bağlı məsələlər də onun üstünə gələndən sonra biz gördük ki, belə bir məkanı tapmaq qısa müddətdə elə də asan olmayacaq da. Bütün Avropa dövlətləri oradadır, üzv dövlətlər, üzv olmayan dövlətlər. 27 Avropa İttifaqı ölkəsinin olduğu bir platforma, üstəlik digər Avropa, yəni İttifaqı üzv olmayan Avropa ölkələri də təmsil olunur. 50-yə yaxın ölkənin təmsilçiliyinin olduğu bir platformadan bu bir həm də deyək ki, şansdır istifadə etmək və problemlərimizi, deyək ki, narazılıqlarımızı ifadə etmək, məlumat vermək prezidentin də dediyi kimi sadəcə Avropanı məlumatlandırmaq mı xarakteri daşıyırdı bu? Bu tək məlumatlandırma deyildi. Yəni, bu bizim siyasətin növbəti beynəlxalq platformada təqdimatı idi və nəzərə alsaq orada Kanadanın baş naziri də qonaq kimi gəlmişdi, NATO-nun baş katibi oradaydı, Avropa Parlamentinin özünün rəhbəri oradaydı. Yəni, necə deyirlər, onların qüsurunu onların üzünə demək. Bu çox prinsipal bir mövqeyidir. Azərbaycan prezidenti onu mükəmməlliklə göstərdi və eyni zamanda biz Avropa İttifaqı ilə Avropa Parlamenti arasında o fərqi qoyuruq. O əməkdaşlıq potensialını qiymətləndiririk. Çünki bizim ümumi deməli ixracın hardasa 60%-dən artığı Avropa İttifaqının bazarının payına düşür. Və yaxud da ki, ticarət dövriyyəsinin 45%, yəni Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bunun çərçivəsində ayrı-ayrı dövlətlər və s. Yəni biz bu münasibətlərin əsasında real iqtisadi, ticari maraqların olduğunu görürük. Və ona görə də, misal üçün, Brüsselin hazırki yeni siyasi reallıq şəraitində buna adekvat cavab verməsi, misal üçün, enerji sahəsində də bizim strateji tərəfdaşlıq var və bu ilin martında enerji məsələləri üzrə komissar buradaydı. Genişləndirmə üzrə komissarın Bakıya səfəri olub. Cənubi Qafqaz üzrə nümayəndənin səfəri və onun Ağdama səfəri olmuşdu. Humanitar mina təmizləmə biz görürük ki, artıq gündəliyə daxil olur. Yəni, Avropa İttifaqı nəhayət ki, von der Leyenin ikinci kabineti dövründə regionda olan siyasi reallığı olduğu kimi, hər halda bunu belə qiymətləndirək, qəbul etməyə və bu istiqamətdə layihələrlə cavab verməyə başlayıb və bu istiqamətdə vurulamaq istədiyim çox vacib bir məsələ var. Siz bilirsiniz ki, Koşta və cənab prezidentin imzaladığı o birgə bəyanatda qeyd olundu ki, biz Avropa İttifaqının o qlobal qapı təşəbbüsünə daxil edilir. Bu nəhəng bir strateji təşəbbüsdür və ilk layihədə Naxçıvan dəmir yolu şəbəkəsinin müasirləşdirilməsidir və bunun da TRIP layihəsindən əlaqələndirilməsi. Bu onu göstərir ki, deməli, Avropa İttifaqı Azərbaycanın malik olduğu coğrafi mövqenin üstünlüklərindən yaralanaraq bu infrastrukturun təkmilləşdirilməsinə töhfə verməklə həm də Mərkəzi Asiyadakı maraqlarını həyata keçirmək istəyir. Çinlə maraqlarını həyata keçirmək istəyir. Deməli, Avropa İttifaqının Azərbaycanla maraqları təkcə iki tərəfli bir kontekstlə məhdudlaşmır. Bu regionun sərhədlərini aşır və daha böyük bölgəyə uzanır. Bu mənada, yəni Kaya Kallasın səfər etməsi Brüsselin maraqlarından irəli gələn bir məsələ olsa da, eyni zamanda Azərbaycanın maraqlarından da üstə düşür. Biz elə Avropa Siyasi Birliyinin samitində Azərbaycan prezidentinin Avropa Parlamenti ilə bağlı fikirlərini səsləndirdik. Yeri gəlmişkən, elə Avropa Parlamentinin rəhbərinin bundan narazılığı da var idi. Metsolanın açıqlamasını artıq xatırlatdım və o deyir ki, biz demokratik bir qurumuq və seçki əsasında üzvlər seçilir, qətnamələr də səs verməyə qoyulur və səs verməyə qoyulandan sonra bu qərarlar verilir. Hətta sonda da dedi ki, biz bütün qərarlarımızın arxasındayıq. Azərbaycanın fikri bundan ibarətdir ki, Avropa Parlamenti korrupsiyaya bulaşmış və deputatlar müəyyən qüvvələrə işləyir və Avropa Parlamenti isə bunu qəbul etmir bir mənalı şəkildə. Deyirlər ki, bütün qətnamələr üzvlər tərəfindən qəbul olunur və biz demokratik seçki əsasında formalaşırıq, yəni seçilir həmin o şəxslər. Bu iki məsələni paralel şəkildə, yəni bir jurnalist kimi həm də balanslı mövqedən çıxış etmək üçün sizə sual ünvanlayıram ki, rüşvət məsələsi Avropa Parlamentində zaman-zaman da danışılıb, hətta bununla bağlı faktlar da var. Demokratik seçkiyə əsaslanan bir qurumdur və heç bir halda bu yəni rüşvət və korrupsiya amilləri ortaya atıla bilməz deməsinə Metsolanın, Azərbaycanın da hansı argumentləri var? Metsolanın cavabı bir qurumun rəhbərinin verə biləcəyi klassik bir cavab idi. Yəni, o təmsil edəyi qurumu müdafiə eləmək məcburiyyətindədir və o deyə bilməzdir ki, mən həmin qətnaməni rədd edirəm. Necə ki, Milli Məclisdə çıxış edən bir
də biz bu fikri vurğuladıq. Metsola deməli ki, mən bunun arxasındayım. Çünki əks təqdirdə tamamilə ziddiyyətli bir məsələ yaranır. Burada qeyri-adi bir məsələ yoxdur. Məsələnin qeyri-adili, ziddiyyətli sizin dediyiniz o faktorlardır ki, həmin o rüşvət dalğası, ayrı-ayrı nümayəndələrin kimlərinsə əlində alət olmasıdır. Burada da elə son minvalda artıq 3-cü mərhələdə açılan məsələlər göstərir ki, burada Okampo kimlər Avropa parlamentinə, hələ bir Okampo'nun adı hallanır, kifayət qədər ona sirayət edib. Deməli, orada qərar qəbul etmə prosesinə təsir edir və bunu da açıq bildirir. Orada Kaya Kallasın hətta sələfinin o adını çəkdi ki, onun vasitəsilə proseslərə təsir etmək imkanı və s. Bu çox ciddi bir skandaldır və məsələnin başlanğıcıdır. Avropa Parlamentində 720 deputat var. 27 dövlətdir, 8 fraksiyadır. Və siz o birinci sualı verəndə orada bir məsələyə toxundunuz ki, Ermənistanla bağlı qətnamə, əslində adı belədir, Ermənistanın demokratik dayanıqlığının artırılması və s. Amma məsələnin mahiyyəti də, o trik deyirlər, ondadır. Deməli, bir qism avroparlamentarilər, region onun üçün doğrudan da o dərəcədə strateji əhəmiyyətli deyil. Baxırlar fraksiyada olan bu sahə ilə məşğul olan insanlara, bunlar da deməli o triklərdən istifadə edirlər. Həm milli parlamentlərdə, deyək ki, Belçika, Niderland, həm də Avropa parlamentində ki, demokratik dəyərlərin dəstəklənməsidir, dayanıqlı inkişafdır və s. və s. və onun daxilində artıq ayrı-ayrı bəndlər yer alır. Yəni, məsələnin adınla mahiyyəti tamamilə ziddiyyətdir. Yəni, Rizvan bəy, deməyə çalışırsınız ki, bu qətnamə ümumən Ermənistanda demokratiyanın dəstəklənməsi yönündədir deyə, hətta bu sahədən çox da məlumatı olmayan deputatlar qətnaməni digərlərinə baxıb dəstəkləyirlər. O digərləri də orada hilə bəndlər daxil edir ki, o hilə bəndlər məhz anti-Azərbaycan mövqeyindən seçilir. Bəs bunu kimin təsiri ilə və yaxud da təzyiqi ilə icra edirlər? Deməli, burada bir neçə biz qüvvəni müəyyənləşdirə bilərik. Birincisi deyək ki, Okampo kimilər, hansı ki, sırf maliyyə marağından qara pullar məbləğində bunu həyata keçirir. Bir qism erməni diasporası, məsələn, Avropada ədalət və demokratiya naminə Avropa Erməni Federasiyası var. Məsələn, onların şəbəkəsi və onların yaratdığı o dırnaqarası fəaliyyət. Bir qism orada xristiyan, belə deyək də, fundamentalistlər var. Bu ifadə mənim deyil, Avropa mətbuatından götürülmüş bir ifadədir. Onlar o yalançı xristiyan dəyərləri üzərinə elə Ermənistanın özünü, necə deyirlər, fəlakətə sürülürlər. Necə ki, 30 il işğal dövründə o yalançı dəstəklə buna nail olmuşlar. Və deməli, müxtəlif qüvvələr var. Bu qüvvələri də maraqlandıran bir məsələ var. Baxın, bir müqayisə aparaq. ATƏT Minsk qrupu, deməli, Ukrayna müharibəsi başlayandan sonra bunlar bir masa arxasında oturmurdu, xüsusilə Rusiya və Fransa və s. Onlar hətta deyirdilər ki, bu Minsk qrupu çərçivəsində Azərbaycan əleyhinə bir masa arxasında oturmaq istəyirlər. İşğala son qoyulub, münaqişə həll olunub. Yəni, burada o qüvvələrdir ki, bunlar Azərbaycana ziyan vursun, onun reputasiyasına, regionda o sülh yaratma səylərinə və s. Çünki bu qüvvələrin maraqları başqadır. Yəni, bir də deyək ki, Brüsselin, Kaya Kallas və digərlərin timsalında praqmatik maraqlar var. Və bunun üzərindən də biz görürük ki, bugün dominant mövqeyi ikitərəfli münasibətlərdə komissiya tərəfindən, Avropa Şurası tərəfindən şükürlər olsun ki, bu qüvvələrdirlər. Bu çox vacibdir. Amma digər tərəfdən də parlamentin timsalında olan fəaliyyət və qeyd edelim ki, bu parlamentin qəbul etdiyi qətnamə hüquqi məcburiyyəyə malik deyil. Nəinki bizə münasibətdə, heç Avropa İttifaqının özü üçün də. Düzdür, bu parlament birbaşa seçilir. Yəni, bu AŞPA deyil, ATƏT-PA deyil, məsələn, Asiya Parlament Assambleyası deyil. Burada birbaşa seçkilər əsasında olur. Və onların bəzi məsələlərdə Avropa İttifaqından bağlı qərarları məcburidir. Amma bu məsələdə yox. Yəni, bu doğrudan da məşvərət xarakterli bir sənəddir və özünü deqradasiya edən bir sənəddir. Cənab Prezident çox gözəl bir ifadə işlətdi ki, bu alüdəçilikdir. Yəni, obsession, bu adətən başqa mənada da işlənən bir ifadədir. Belə ən dəqiq o damğa idi ki, necə ola bilər ki, 5 il ərzində bir regionla bağlı 14 qətnamə qəbul olunur və 14-ü Azərbaycanın əleyhinə və regionda o sülhü, o real vəziyyəti görməmək. Və bu artıq... Yəni vəziyyət dəyişir, amma qətnamələrin mahiyyəti dəyişmir. Yenə də anti-Azərbaycan mövqeyi mi var? Və yaxud da deyək ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunur, amma biz qətnamələrdə bu sülhü dəstəkləyən bir bənd görmürük. Əksinə, daha da deyək ki, bu münasibətlərə zərər vuran addımlar, yanaşmalar sərgilənir. Bunu mu deməyə çalışırsınız? Bəli, Çinan xanım. Deməli, biz gördük ki, Avropa İttifaqının, hətta Borrellin timsalında da, yəni Avropa biz komissiyasının da müəyyən mənada
işğal dövründə, torpaqların işğal dövründə müəyyən narrativlər üzərindən, müəyyən o necə deyərlər, ikili standartlar üzərindən siyasətini görmüşdü. İndi də bəzi qüvvələr, mən bilmirəm, hər halda indi komissiya haqqında biz bunu demirik, Avropa parlamentində bu qüvvələr var. Bunlar sadəcə həmin o narrativləri, ikili standartlarla gələn məsələləri modifikasiya eləyirlər. Yeni şəraiti uyğunlaşdırıb bunun üzərinə təzyiq eləmək istəyirlər. Əvvəl deyək ki, başqa məsələləri ön planda tuturdular. İndi isə demokratiyanın dəstəklənməsi, insan hüquqları adı altında və yaxud da ki, dırnaqarası hərbi əsirlər. Məsələn, onların içində hüquqşünas olan insanlar var da. Hərbi əsrin beynəlxalq hüquq ədəbiyyatında tərifi var. Amma onlar kimi hərbi əsir? Hansı ki, insanlıq əleyhinə cinayət, müharibə cinayəti, soyqırım, terrorizm dəstəklənməsi, beynəlxalq humanitar hüququn prinsiplərinin pozulması və s. Orada bizim cinayət məcəlləsində bir kataloq var da, 20-dən çox maddə üzrə ittiham olan insanlara qarşı bu tərəfdən çıxış eləmək. Hətta onlar bir ara çalışdılar ki, BMT-nin işə qatsınlar. BMT-nin İnsan Hüquqları Şurasının bir qurumu o iddiaları rədd elədi. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd cavabı aldılar, amma biz görürük ki, o ilan qabığını dəyişər, amma zəhəri yenə qalırdı.